sonunda dövlət başçısı qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda dəyişiklik etmişdi. Bu obyektlərin sənədləşdirilməsi ilə bağlı müddət də uzadılmışdı. Artıq verilən vaxt bu ilin sonunda başa çatır. Sənədsiz qeyri-yaşayış obyektlərinin sahibləri bu fürsətdən yararlanmaq üçün tələsməlidirlər. Bəs söhbət hansı tikililərdən gedir? Onların istismarına icazə almaq üçün şərtlər nədir? Şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmamaqla inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektləri əhatə edir. Hazırda bu cür obyektlər üzrə sənədlərin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir. Lakin sözü gedən müddət 1 yanvar 2026-cı il tarixində başa çatacaqdır. Yəni, qeyd olunmuş obyektlər üzrə müraciətlər həmin tarixdən sonra qəbul olunmayacaqdır.